Salam müəllimlər. Bugünkü dərsimizin mövzusu handboldur. Handbol 1898-ci ildə Danimarkada yaradılmış bir idman oyunudur. Beynəlxalq Handbol Federasiyaları 1898-ci ildə tətbiq edilib. Beynəlxalq Handbol Federasiyalarının qısaldılmış adı IHF oxunur. Olimpiya oyunlarının proqramlarına daxil edilməsi il 1936-cı ildir. Kişilərin olimpiya oyunlarında iştirakı 1972-ci il, qadınların olimpiya oyunlarında iştirakı 1976-cı ildə baş tutmuşdur. Handbol üzrə Avropa və dünya çempionatları 2 ildən bir keçirilir. Olimpiya oyunları isə 4 ildən bir keçirilir. Azərbaycanda handbolun ilk dəfə yaradılması 1955-ci ildir. Yenidən qurulması, yenidən təsis edilməsi 1992-ci ildir. Handbolun Azərbaycanda ölkəmizdə ilk dəfə klubunun tətbiqi Sarıkün adlı bir şəxs tərəfindən edilmişdir. Bakıda keçirilən 2017-ci ildə Bakıda keçirilən 4-cü İslam Həmrəylik oyunlarında qadınlardan ibarət milli komandamız handbol idman oyunu üzrə qızıl medal əldə etmişdir. 2021-ci ildə keçirilən İslam Həmrəylik oyunlarında gümüş medal əldə olunmuşdur. Baxaq meydanda olan digər qaydalara. Müəllimlər, bizim hər birimizə məlumdur ki, meydanın uzunluğu 40 metr, eni 20 metr olaraq təşkil edilmişdir. Meydançadan yan xəttdən 2 metr, arxa xəttlərdən 1 metr boş zona, yəni boş sahə olur. Meydan mərkəzdən 2 hissəyə ayrılır. Gördüyümüz kimi, mərkəz dairənin diametri 4 metr, radiusu, yəni yarısı 2 metr olaraq təşkil edilmişdir. Meydançada gördüyümüz kimi qapıçı meydançası təşkil edilmişdir. Bu qapıçı meydançası 6 metrlik qapıçı zonasıdır. 6 metrlik qapıçı zonasında qapıçı bədənin istənilən hissəsi ilə topla oyun göstərə bilər. Qapı xəttindən 3 metr irəlidə, məsafədə qırıq xətlərlə nişanlanmış 9 metrlik sərbəst atış xətti tətbiq edilmişdir. Bəli, qapı xəttindən irəlidə 3 metr irəlidə qırıq xətlərlə 9 metrlik sərbəst atış xətti tətbiq edilmişdir. Müəllimlər, biz bilirik ki, qapıdan qapı xəttinə qədər olan məsafə 6 metrdir. 9 metr sərbəst atış xətti də qapıdan irəlidə, 9 metr irəlidə tətbiq edilmişdir. Onun üçün də qarşımıza sual gələ bilər ki, qapı xəttindən irəlidə sərbəst atışlar neçə metr məsafədə irəlidə tətbiq edilib? 3 metr məsafədə, yəni irəlidə tətbiq edilmişdir sərbəst atış xətti. Qapıdan isə sərbəst atış xəttinə qədər olan məsafə 9 metrdir. Qapıya paralel olaraq 4 və 7 metrlik iki xüsusi nişanlanmış xətlər tətbiq edilmişdir ki, bunların biri 4 metrlik xəttir, digəri 7 metrlik xəttir. 4 metrlik xət, müəllimlər, gördüyümüz kimi qapıçı meydançasında tətbiq edilib. Yəni, qapıçı meydançasında tətbiq edilib. 4 metrlik qapıçı meydançasında tətbiq edilmiş bu xət sırf qapıçıya aid olan xəttir. Yəni, 7 metrlik penaltı zərbələri zamanı, ikinci bir xətdə 7 metrlik penaltı zərbələri içindir. 7 metrlik penaltı zərbələri zamanı qapıçı 4 metr irəliyə çıxa bilər. Qaydalara uyğundur. 7 metrlik penaltı zərbələri yerinə yetirilən zaman top qapıdan keçməzsə, qol olmayacaqsa, ikinci cəhd, ikinci vuruş ediləcək. Yəni, ikinci cəhd ona görə veriləcək ki, ikinci vuruş, zərbə ikinci dəfə ona görə tərk edilir ki, müəllimlər. Yəni, artıq qapıçı 4 metr irəliyə çıxmışdır. Bu, yalnız qapıçının 4 metr irəliyə çıxdığı hallarda baş verir. Meydançada görürük ki, 2 qapı tətbiq edilmişdir. Meydançada tətbiq edilmiş qapılar 2 dirək və 1 tirdən ibarətdir. 2 dirək, 1 tir və qapının içərisində qapı xəttinin qalınlığı 8 sm-dir. Meydanda olan digər xətlərin qalınlığı 5 sm-dir. Qapının sağ və sol kənar xətlərinin də qalınlığı 5 sm-dir. Müəllimlər, ayrıca olaraq niyə deyirəm ki, qapının sağ və sol kənar xətləri də 5 sm-dir? Çünki bəzən müəllimlər qapının sağ və sol kənar xətlərinin qapının içərisində keçən qalınlıqla eyniləşdirirlər, bərabər tuturlar. Baxaq, yalnız qapının içərisində, bu qapı daxilində olan xəttin qalınlığı 8 sm olacaq. Qapı dirəkləri, bir də qapı tiri. Qapının sağ və sol kənar xətləri, meydanda olan digər xətlərin qalınlığı 5 sm-dir. Müəllimlər, biz bilirik ki, oyun ilk necə müəyyən olunur? Oyunun ilk müəyyən olunması püşkü atma ilə müəyyən olunur. Püşkü qazanan komanda topu oyuna mərkəzdən də başlaya bilər və qapı seçimini də edə bilər. Püşkü atmadan sonra püşkü qazanan komanda birinci hissədə hücum edəcəyi qapını seçərsə, ikinci hissədə topu oyuna mütləq şəkildə mərkəzdən başlamalıdır. Biz bilirik ki, hər iki hissəli oyundur. Hissələrin başlanğıcında hər komanda bir dəfə topu oyuna mərkəzdən başlayacaq.
Bəli, birinci hissədə hücum edəcəyi qapını seçən komanda, ikinci hissədə topu oyuna mərkəzdən başlayacaq. Topun oyuna mərkəzdən başlanmasına bilirik ki, oyunçu mərkəz xəttinin içərisində sərbəst dayana bilər. Topu oyuna mərkəzdən başlayan oyunçular rəqib komandanın oyunçuları 3 metr məsafədə gözləməlidir. 3 metr məsafəyə əməl etməlidir. Daha çox yaxınlaşa bilməz. Mərkəzdən topu oyuna başlayan oyunçunun komanda yoldaşları sərbəstdirlər. İstənilən məsafədə dayana bilər. Bu zaman rəqib tərəfə keçməmək şərti ilə. Müəllimlər, topu oyuna mərkəzdən başlayan oyunçu, baxaq, əgər mərkəz dairə varsa, rəqib komandanın oyunçuları 3 metr məsafəni mütləq gözləməlidir. Yox, əgər mərkəz dairə tətbiq edilməmişdirsə, mərkəzdən keçən xətt birbaşa xətt çəkilmişdirsə, bu zaman rəqib komandanın oyunçuları topu oyuna mərkəzdən başlayan oyunçulara istənilən məsafədə yaxınlaşa bilər. Topu oyuna mərkəzdən başlayan oyunçu biz bilirik ki, hakim fitindən gec olmayaraq, hakim fitindən 3 saniyədən gec olmayaraq topu meydana daxil etməlidir. Yəni oyuna daxil etməlidir. Topun oyuna mərkəzdən başlanmasında hər iki komandanın oyunçuları özlərinə aid yarım meydanda dayanmalıdır. A və B komandanın oyunçuları mütləq şəkildə özlərinə aid yarım meydanda dayanmalıdır. Bu yalnız hissələrin başlanğıcında mümkündür müəllimlər. Qalan digər qol vurulan vaxtlarda qol vuran komanda rəqib tərəfdə görünə bilər. Deyək ki, A komandasının oyunçusu qapısından qol buraxdı. Bu zaman topu oynağa hardan başlayacaq? Mərkəzdən. A komandasının oyunçuları qol buraxan komanda olduğu üçün öz komanda yoldaşları özlərinə aid yarım meydanda dayanacaq. Amma B komandasının oyunçuları sərbəstdirlər. Burada da görükə bilərlər. Adını çəkdiyimiz qayda yalnız hissələrin başlanğıcında, ilk dəfə hissələrin başlanğıcında olan qaydadır. Hər komanda özlərinə aid yarım meydanda olmalıdır. Digər oyunun içərisində artıq qol vuran hallar yaranırsa, bu zaman artıq qol buraxan komanda mərkəzdən başlayırsa, dediyim kimi mütləq komandası öz yarım meydanda olacaq, amma rəqib komandanın oyunçuları, yəni qol vuran komandanın oyunçuları rəqib tərəfdə görünə bilər. Mərkəzdən top oyuna başlayanda 3 saniyədən gec olmayaraq top oyuna daxil edilməlidir. Mərkəzdən topu oyuna başlayan oyuncu topu çiləyə bilməz. Hakim fitindən sonra hoppanaraq havaya topu rəqib qapısına vura bilməz. Qaçaraq zərbə endirə bilər və komanda yoldaşlarını ötürmə edə bilər. Müəllimlər, biz bilirik ki, bu oyun 2 hissəli oyundur. Hər hissə 30 dəqiqə davam edir. Bəli, hər hissə nə qədər davam edir? Hər hissə 30 dəqiqə davam edir. Bu oyun 30 dəqiqədən çox davam edə bilməz. Artıq deyək ki, 31 və yaxud da ki 32 dəqiqə davam etdisə, ikinci hissəyə artıq 28 dəqiqə vaxt əlavə olunacaq. Çünki 60 dəqiqədən artıq bu oyunu oynamaq olmaz. Baxaq digər qaydalara. Deməli müəllimlər, oyun qaydalarına baxaq. Oyun heç-heçə bitə bilər. Oyunda heç-heçə olarsa, hər komandaya A və B komandalarına bir xal veriləcək. Heç-heçəyə bir xal verilir. Bəli, heç-heçəyə bir xal. Məğluba 0 xal, qalib olan komandaya 2 xal verilir. Deyək ki, A və B komandalarının arasında keçirilən görüşdə hər bir komanda qapısından 65 top keçirir. Bəli, artıq gördük ki, bərabərlik pozulmuyor. Burada heç-heçə var. Hər komandaya bir xal veriləcək, oyun bitmiş hesab olunacaq. Olar ki, oyunun qaydalarında, oyunun içərisində belə bir qaydalar var ki, play-off mərhələsidir və yaxud da ki, final görüşlərdir. Əlbəttə ki, oyun heç-heçə olubsa, qalibi müəyyən etmək lazımdır. Bəli, qalibi müəyyən etmək lazımdırsa, artıq əlavə vaxtlar oynanılacaq. Qalib müəyyən olunmadı, artıq heç-heçədir. Qalibi müəyyən etmək lazımdırsa, hakim əlavə vaxtlar tətbiq edəcək. Əlavə vaxtları, baxaq, yazılı formada göstərək. Biz bilirik ki, bu oyun 2 hissəli oyundur. Hər bir hissə 30 dəqiqə davam edir. Hissələr arası olan fasilə də dedik ki, 10 dəqiqədir. 15 dəqiqə də ola bilər müəllimlər. Bu yalnız böyük tədbirli idman oyunlarında. İndi baxırıq. Hər hissələr arası da fasilə deyirik ki, 10 dəqiqədir. 2 hissənin sonuna qədər qalib müəyyən olunmadır. Qalibi müəyyən etmək lazımdırsa, bu zaman qayda olaraq 5 dəqiqə komandalar fasilə istirahət edəcək. 5 dəqiqədən sonra 2 dənə 5 dəqiqə oyun tətbiq ediləcək. Bu 2-5 dəqiqəyə görə hakim bir püşkatmadan istifadə edəcək. Bəli, bir püşkatma atacaq. Deməli, oyun başlandı. Bir dənə 1-5 dəqiqə oyun başlandı, qalib müəyyən olunmadı. Aralarında 1 dəqiqə fasilə, ikinci 5 dəqiqə başlandı. Deyək ki, qalib müəyyən olunmadısa, yenidən böyük bir fasilə, 5 dəqiqə fasilə, hakim 2 dənə 5 dəqiqə tətbiq edəcək. Bu 2-5 dəqiqəyə görə də hakim yenidən bir püşk atacaq.
Püşkün atılmasının səbəbi məqsədi odur ki, komandalar meydanda öz yerlərini müəyyən etməsi üçün. Necə ki, birinci hissədə oyun başlananda komandalar hansı komanda qapı seçimini edəcək, hansı komanda birinci oyuna başlayacaq, mərkəzdən kim və s. Elə burada da gördüyümüz kimi püşk atmanın da səbəbi odur ki, komandalar meydanda yerlərini müəyyən etməsi üçün. Deyək ki, burada da qalib bu 2 dənə oyunda da 2-5 dəqiqədə qalib müəyyən olunmadı. Bəli, qalib müəyyən olunmadısa, qalibi müəyyən etmək artıq penalti seriyalarına qalır. Bəli, qalibi müəyyən etmək üçün A və B komandaları, hər komandanın 5 oyuncusu penalti zərbələrini yerinə yetirəcək. Müəllimlər, penalti zərbələrinə görə hakim bir püşk atmadan istifadə edəcək. Yəni püşk atmanın da səbəbi odur ki, birinci A komandası vursun və ya B komandası vursun. Qapı seçimi hakimin qərarı ilədir. Hakim göstəriş verir ki, A komandasının qapısına vursun və B komandasının qapısına vurulsun. Deyək ki, müəllimlər, penalti seriyaları, bəli, qalibi müəyyən etmək üçün penalti seriyaları artıq qalibi müəyyən edəcək. Olar ki, bizim qarşımıza sual gələr ki, handbol idman oyununda qalib penaltilərdən sonra müəyyən olunmuşsa, hakim neçə püşk atmadan istifadə edib? Hakim 4 püşk atmadan istifadə edib. Yəni necə? İlk oyun başlananda, oyunun ilk hissəsində, yəni əsas hissələrə görə bir püşk atılır. Müəllimlər, biz bunu bilirik. Bəli, bir əsas hissəyə görə ikinci püşk əlavə hissəyə görə bir püşk atıldı. İkinci əlavəyə görə də bir püşk atıldı. Bir də penaltilərə görə bir püşk atıldı. Bəli, deməli oldu 4. Çünki qarşımıza sual gələrsə, handbol idman oyununda komandalar, baxın, handbol idman oyununda qalib penaltilərdən sonra müəyyən olunubsa, hakim neçə püşk atmadan istifadə edib? 4 püşk atmalı. Adını çəkdiyimiz kimi. İlk əsas hissəyə görə 1 püşk atma, əlavə hissələrə görə də 2 püşk atma, hər əlavəyə görə 1, yəni 2 püşk atma, bir də penalti vuruşlarına görə 1 püşk atma. Bəli, qalib penaltilərdən sonra müəyyən olunubsa, hakim 4 püşk atmadan istifadə edib. Yox, əgər bizim qarşımıza sual gələrsə, handbol idman oyununda qalib birinci əlavə hissədən sonra müəyyən olundusa, hakim neçə püşk atma edib? Birinci əlavə hissədən sonra müəyyən olunubsa, 2 püşk atmadan hakim istifadə edib. Çünki bilirik ki, ilk oyunun başlamasına görə 1 püşk atmamız var. Əlavə hissəyə görə, birinci əlavə hissəyə görə 1 püşk atdı, qalib müəyyən olundu. Birinci əlavə hissədə qalib müəyyən olunubsa, ikinci əlavə hissəyə artıq ehtiyac olmayacaq. Bəli, bizim qarşımıza sual gələ bilər ki, handbol idman oyununda qalib birinci əlavə hissədən sonra müəyyən olunubsa, hakim neçə püşk atmadan? 2 püşk atmadan. Yox, əgər qarşımıza sual gələr ki, hakim qalib penaltilərdən ikinci əlavə hissələrdən sonra, bəli, qarşımıza sual gələr ki, qalib ikinci əlavə hissələrdən sonra müəyyən olunubsa, hakim neçə püşk atmadan istifadə edib? Artıq hakim 3 püşk atmadan istifadə etmiş olur. Və digər də adını bayaq çəkdiyimiz kimi 4 püşk atmada o halda olacaq ki, penaltilər seriyasında qalib müəyyən olubsa, bu zaman 4 püşk atmadan istifadə edilmiş olur. Müəllimlər, burada deyək ki, taymatlar var. Taymat anlayışı nədir? Taymat fasilə deməkdir. Taymat fasilə deməkdir. Bəli, baxaq. Taymatlar bir komandanın ən çox götürə biləcəyi taymatların cəmi 3 taymatdır. Taymat fasilədir. Hər bir taymat müddəti 60 saniyə, yəni 1 dəqiqədir. Bizdən saniyə kimi soruşsalar, saniyə deməliyik. Dəqiqə kimi soruşulursa, dəqiqə cavab verməliyik. Hər bir komandanın ən çox götürə biləcəyi taymatların cəmi 3-dür. Müəllimlər, A və B komandaları taymatları 2 hissəyə qədər, 2 hissənin sonuna qədər necə istifadə etməlidir? Bəli, 3 taymatları var, 3 fasilə götürə bilən şansları var. Birinci hissədə ən çox 2 taymat götürə bilər komandalar. 3 taymatdan ən çox ikisini, 3-ün birdən götürə bilməz birinci hissədə. Birinci hissədə 2 taymat götürən komanda ikinci hissədə 1 taymatını götürəcək. Deməli, 3 taymatdan istifadə edilmiş oldu. Deyək ki, birinci hissədə 1 taymat götürdü, ikinci hissədə 2 taymatını götürəcək. Bax, qayda olaraq bu cür taymatlardan istifadə etməyə lazımdır. Yəni, komandalar birinci hissədə ən çox 3 taymatın ikisindən istifadə edər. Deyək ki, komandalar, müəllimlər, birinci hissədə heç bir taymatdan istifadə etməyib, taymatların 3-ü də qalıbsa, artıq ikinci hissəyə 2 taymatdan istifadə edə bilməz. Birincisi biri silinəcək. Deyək ki, oyunun 55-ci dəqiqəsidir. Oyunun bitməsinə 5 dəqiqə qalıb. Bu taymatlarında da biri silinəcək. Bəli, bu taymatların biri silinəcək, bir taymatdan istifadə edilmiş olacaq. Deməli, taymatlarında oyunda necə deyək ki, götürülməsinin qaydasına da aydınlıq gətirdik.
Deməli, baxa müəllimlər yenə oyunun digər qaydalarına. Müəllimlər, bu oyun bilirik ki, iki hissəli oyundur, aydınlıq gətirdi. İki komandalı oyundur. Hər komandanın heyətində 14 nəfər var. Bəli, hər komandanın heyətində 14 nəfər var. 7 əsas oyunçudur, 7 ehtiyat oyunçudur. Əgər sual qarşımıza gələrsə, bir komandanın əsas heyət oyunçularının minimum nə qədərdir? Yəni bir komandanın neçə oyunçusu var? Ən az 14 nəfər. Ən çox halda soruşsalar, maksimum soruşsalar, 14 ən az olan haldadır, 16 ən çox olan haldadır. Bir komandanın ən çox neçə oyunçusu var? 16. Bir komandanın ən az neçə oyunçusu var? 14. Deyək ki, müəllimlər, ən çox halda 7 nəfərlə oyun başlamalıdır. Minimal neçə nəfərlə oyun başlamalıdır? Ən az 5 nəfərlə oyun başlamaq olar. Deyək ki, bir komandanın heyətində 5 oyunçu var. Bəli, oyuna başlaya bilər. Amma oyunun gedişatında bir neçə dəqiqədən sonra bu azlıqda olan komanda artıq bərpa oluna bilər. Bəli, hakimin icazəsi ilə, hakimin göstərişi ilə ehtiyat oyuncular komandanın oyuncularından 2 nəfər də oyuna daxil edilə bilər. Hakimin icazəsi ilə, bəli, hakimin xəbərdar edilməlidir hakimə və hakimin icazəsi ilə. Yəni azlıqda olan komanda oyunun gedişatında bərpa ola bilər. 4 nəfərlə oyuna başlamaq olmaz. Çünki hər hansı bir komanda 4 nəfərlə oyuna gəlibsə, komandaya məğlubiyyət veriləcək. Bu oyunda baxaq müəllimlər. Əvəz etmə qaydalarına baxaq. Hər komandanın əvəz etmə xəttinin uzunluğu 4 metrə 50 santimetrdir. Hər komandanın əvəz etmə xəttinin uzunluğu 4 metrə 50 santimetrdir. Əvəz etmələrdə mütləq əvəz etmə xəttindən oyuncular bir-birlərini əvəz etməlidir. Yəni qaydalara uyğun olaraq əvəz etmə xəttindən baxaq. Deyək ki, komandalar əvəz etmədə məhdudiyyət yoxdur. Komandalar istənilən qədər bir-birlərini əvəz edə bilər. Yalnız əvəz etmə xəttinə əməl etməklə. Deyək ki, hər hansı bir komandanın 3 oyuncusu əvəz etmədə 3 oyuncu deyək ki, qayda pozdu. Hakim 3 oyuncusunu oyundan kənarlaşdırmayacaq. Birinci səhvə yol verən oyuncu, deyək ki, dedim ki, əvəz etmədə 3 oyuncu səhvə yol verdi. Bu zaman 3 oyuncusunu hakim yox, birinci səhvə yol verən oyuncusunu hakim 2 dəqiqəlik oyundan kənarlaşdıracaq. Bəli, 2 dəqiqə cəzası bitəndən sonra oyuna qayıdacaq. 3-4 oyuncu əvəz etmədə səhvə yol verirsə, birinci səhvə yol verən oyuncusunu dedi ki, hakim 2 dəqiqəlik oyundan kənarlaşdıracaq. Digər oyuncuları yox. Həmən oyuncunun da vaxtı bitməmiş oyuna qayıda bilməz. Deyək ki, hər hansı bir oyuncu 2 dəqiqəlik oyundan kənarlaşıb. Bu zaman cəzasının 1 dəqiqəsini qalıb və yaxud da ki, neçə saniyəsini qalıbsa, deyək ki, misal üçün 1 dəqiqəsini qalıb, 1 dəqiqədən sonra keçdi oyuna qatıldı. Deməli, qaydalara zidd hərəkət etdi. Bu zaman hakim yenə göstəriş verir ki, 2 dəqiqəlik oyundan kənarlaşsın. Həmən oyuncunu hakim oyundan 2 dəqiqəlik kənarlaşdıracaq. Birinci cəzasında nə qədər vaxtı qalmışdırsa, hakim həmən cəza alan oyuncunun da bir komanda yoldaşın birinci cəzadan nə qədər qalmışsa, həmən komanda oyuncusu onun cəzasını çöldə gözləmiş olacaq. Əvəz etmələr dedik ki, məhdudiyyət yoxdur. Sonra müəllimlər, oyuncuların dəyişilməsi taymatlar zamanı əvəz etmədən istifadə etmək olmaz. Yəni birinci hissə bitdi, ikinci hissənin başlanmasına qədər, ikinci hissənin başlanmasına qədər əvəz etmək olar. Oyuncu əvəz edilməsi olar. Deməli, baxaq müəllimlər, bu oyunda qapıdan zərbələr hansı hallarda olur? Qapıdan zərbələr o halda olur ki, müəllimlər, baxaq. Qapıdan zərbələr o halda olur ki, yəni qapıdan zərbələr. Qapıcı hansı halda topu oyuna qapıdan zərbə ilə oyuna daxil edəcək? Deyək ki, hər hansı bir komandanın oyuncusu hücumdadır. Hücum edən oyuncu, hər hansı bir komandanın oyuncusu hücumda sərbəst olaraq, hər hansı bir komandanın oyuncusundan top rəqib komandasının qapısının sağ və sol kənar xətlərindən tərk edərsə, hər hansı bir komandanın oyuncusundan rəqib komandanın oyuncularının qapısının sağ və sol kənar xətlərini tərk edərsə və yaxud da qapının üst hissəsindən keçərsə, bu zaman top oyuna qapıcı tərəfindən qapıdan zərbə ilə daxil ediləcək. Deyək ki, hücumda olan oyuncunun komanda yoldaşları 6 metrlik qapıcı zonasında görünməyə başladı. Bu zaman
oyun saxlanılacaq. Top alınıb rəqib komandanın qapısına veriləcək və top oyuna qapıdan daxil ediləcək. Biz bilirik ki, 6 metrlik qapıçı zonasına nə rəqib komandanın oyunçuları, nə də müdafiə olunan komandanın, nə hücumda olan komandanın oyunçuları, nə də ki müdafiə olunan komandanın oyunçuları 6 metrlik qapıçı meydançasında dayana bilməz. Bəli, buna da aydınlıq gətirəcəyik. Hansı istisna hallar var, hansı hallarda olar, ona da aydınlıq gətirəcəyik. Qapıdan hansı hallarda zərbə olacaq aydınlıq gətirdik ki, bəli, iki qaydanın adını çəkdik. Qapının sağ və sol kənar xətlərindən vuruşdan sonra, top vuruşundan sonra qapının sağ və sol kənar xətlərindən top meydanını tərk edir və ya hücumda olan oyunçunun komanda yoldaşları qapıçı meydançasına daxil olur, oyun dayanır, top qapıdan oyuna daxil edilir. Deyək ki, hücumda olan oyunçu topu qol vurmaq məqsədi ilə atdı, qapıçıya dəydi, qapının sağ və sol kənar xətlərindən çıxdı və yaxud da qapının üstü ilə çölə çıxsa, bu zaman yenidən qapıçı topu oyuna başlayacaq. Top qapıçının özünə də dəysə, qapının öz qapısının sağ və sol kənar xəttindən çıxsa, bəli, yenidən qapıçı topu oyuna başlayacaq. Deyək ki, müəllimlər, top diyirlənərək gəlir, rəqib tərəfindən hücumda olan oyunçu topu atdı, top diyirləndi, gəldi qapıçı meydançasında dayandı. Bəli, qapıçı topu götürərək topu oyuna qapıdan başlayacaq. Yəni rəqibdən gələn topu götürmək olar. Rəqibdən gələn topu götürüb qapıçı meydançasından oyuna başlamaq olar. Sonra belə bir qaydalar var ki, qapıçının himayəsində olarsa, top qapıçının himayəsində olarsa, himayəsində odur ki, müəllimlər, artıq top qapıçının əlindədir. Müəllimlər, bu oyunda belə bir qaydalar var ki, qapıçıya icazə verilən qaydalar, qapıçıya icazə verilməyən qaydalar hansılardır? Bunlara da baxaq. Müəllimlər, qapıçıya icazə verilən qaydalar hansılardır? Burada yazılı olaraq göstərmişik. Qapıçı meydançasında yerləşərək qapıçı meydançasında, yəni qapıçı öz qapıçı meydançasında yerləşərək qapını müdafiə edərək bədənin hər hansı bir hissəsi ilə toxunmaq, yəni topa toxuna bilər. Dərsin ilk hissəsində biz dedik ki, qapıçı öz qapıçı meydançasında bədənin istənilən hissəsi ilə topla oyun göstərə bilər. Daha sonra öz qapıçı meydançasının çərçivəsində əlində topla saha oyunçuları üçün məhdudiyyətləri nəzərə almadan məhdudiyyətsiz yer dəyişmək. Bəli, öz qapıçı meydançasındadır. Məhdudiyyətsiz yer dəyişmələr edə bilər. Qapıçı meydançasını topsuz tərk etmək, bu qapıçıya icazə verilən hərəkətlərdəndir. Bəli, qapıçı meydançasını qapıçı yalnız topsuz tərk edə bilər. Əlində topla qapıçı meydançasını tərk edə bilməz. Qapını müdafiə edərək nəzarətdən çıxan topun ardınca qapıçı meydançasını tərk etmək və onunla oyun zonasında oynamağı davam etdirmək. Bəli, artıq qapını müdafiə edə bilər, nəzarətdən çıxanda top artıq meydançadadır. Qapını müdafiə edərək nəzarətdən çıxan topun ardınca qapısını da müdafiə edərək oyun zonasında oyuna davam edə bilər. Qapıçının bədənin hər hansı bir hissəsi, baxaq, daha sonra burada hansı qaydalar yazılıb? Qapıçı himayəsini ala bilmədiyi topla qapıçı meydançasını tərk edə bilər və topla oyun sahəsində oynaya bilər. Bəli, burada olan qaydadır. Qapıçı himayəsinə, yəni top artıq qapıçının əlində deyil, əlbəttə ki, oyunda oyun göstərə bilər. Bu anlayış deməkdir. Qapıçıya icazə verilmir. Baxaq, qapıçıya nələr icazə verilmir müəllimlər? Qapını müdafiə edərək rəqibi təhlükəyə məruz qoymalı. Bəli, bu qaydalara ziddir. Qapıçıya qapıçı zərbəsini yerinə yetirilməsini ləngitməyə icazə verilmir. Bəli, müəllimlər, bu qaydalar qapıçıya icazə verilməyən qaydalardandır. Topa nəzarət etməklə, baxaq müəllimlər, topa nəzarət etməklə qapı meydançasını tərk etmək. Yəni əlində topla, əlbəttə ki, top əlindədir, topa nəzarət edir, top əlində qapıçı meydançasını tərk edir. Olmaz, bu qaydalara ziddir. Hətta topu çilləyərək qapıçı meydançasını tərk edə bilməz. Sonra daha hansı qaydalara icazə verilmir? Qapıçı öz qapıçı meydançasında yerləşərək qapıçı xəttindən çöldə olan diyirlənən topa, yəni dayanan topa qapıçı əli ilə, ayağı ilə müdaxilə edə bilməz. Yəni özündən uzaqlaşdıra bilməz və əyilib topu götürə bilməz, ayağı ilə müdaxilə edə bilməz. Bu qapıçıya icazə verilməyən qaydalardandır. Sonra oyunçuya icazə verilmir. Görək ki, oyunçuya nələr icazə verilmir? Rəqibi topla təhlükəyə atmaq. Bəli, oyunçuya icazə verilmir. Rəqibi vurmaq və ya çəkmək və topu rəqibin əlindən çıxartmaq. Müəllimlər, rəqibi vurmaq olmaz, rəqibi tutub köynəyindən çəkmək olmaz, koftasından çəkmək olmaz. Rəqibin əlindən topu belə zərbə ilə vurub çıxartmaq olmaz. Bu qaydalara ziddir. Sonra yuvarlanan və dayanan bir topu tutmaq üçün yerdə sürünmək.
Yəni meydançanın içərisində sürünə topun arxasıca hər hansı bir müdaxilə edə bilməz. Sonra bir oyunçuya topla və ya top olmadan rəqibinə mane olmaq üçün bədənin gövdəsindən istifadə etməyə icazə verilir. Artıq hansı hallarda verilir müəllimlər? Deyir ki, yəni öz rəqibinə mane olmamaq üçün öz gövdəsindən rəqibini blokirovka edə bilər. Bu qaydalara uyğundur. Amma əli ilə, qolu ilə və s. Sinəsi ilə blokirovka edə bilməz. Amma gövdəsi ilə oyunçunun rəqibinin qarşısını kəsə bilər. Keçək digər oyun qaydalarına baxaq. Deməli müəllimlər, handbolda künc zərbəsi deyilən anlayış yoxdur. Künc zərbəsi yəni ki, artıq futbolda olduğu kimi künc vuruşu buradan künc zərbəsi sözü adı altında künc zərbəsi deyilən anlayış yoxdur. Deyək ki, top qapıçıya dəyir. Top qapıçıya dəyəndən sonra yan xəttdən çıxırsa, rəqib yan xəttdən topu oyuna daxil edəcək. Bu bizə məlumdur. İndi künc zərbəsi baxaq. Top rəqib komandanın oyunçularına dəyir. Qapının sağ və sol kənar xəttlərini tərk edir. Artıq rəqib digər komanda topu oyuna yan xəttlə küncün birləşdiyi, baxın bu nöqtədən zərbə olaraq vuracaq. Bunun adı künc zərbəsi, künc vuruşu deyil. Çünki künc qövsləri bu oyunda meydançada tətbiq edilmir. Bəli, qapının sağ və sol kənar xəttlərindən çıxan topda bu iki xəttin birləşməsi yerindən top atılacaq. Amma künc zərbəsi vurulsun deyə deyilən bir anlayış yoxdur. Ən çox atışlar yan xəttdən vurulacaq. Müəllimlər, yan xəttdən toplar hansı halda? Yan xəttdən topun oyuna daxil edilməsi hansı hallarda olur? İndi ona da aydınlıq gətirəcəyik. Buna aydınlıq gətirir ki, bu künc nöqtəsindən vurulan toplar birbaşa rəqib qapısına daxil olarsa, heç kəsə toxunmadan birbaşa qol qeydə alınacaq. Sonra yan xəttdən top oyuna daxil edilən zaman heç kəsə dəymədən top qapıya keçərsə qol olaraq sayılacaq. Yan xəttdən topu oyuna daxil edən oyunçunun bir ayağı xəttin üzərində olmalıdır. Yan xəttdən hansı hallarda hər hansı bir komandanın oyuncusundan top yan xəttdən oyunu tərk edirsə, digər komanda topu oyuna yan xəttdən daxil edəcək. Yan xəttdən topu oyuna daxil edən oyuncular rəqib komandanın oyuncuları 3 metr məsafəni qorunmalıdırlar. Burada saniyə qaydaları tətbiq edilmir. Saniyə qaydalarına da aydınlıq gətirəcəyik. Yan xəttdən, künc tərəfdən, sərbəst zərbədən, mərkəzdən, meydanın istənilən hissəsindən birbaşa vurulan qollar qeydə alınacaq. Qol qeydə alınmayan hal hansı haldır? Deyək ki, qapıçı topu atmaq istəyirdi, əlindən buraxıldı, girdi öz qapısına. Bu qol qeydə alınmayacaq. Digər bütün hallarda qol qeydə alınacaq. Sərbəst zərbələr vuruşuna baxaq müəllimlər. Bir də saniyələrə aydınlıq indi gətirəcəyik. Sərbəst zərbələr. Oyun zamanı, deyək ki, oyunun gedişatında, oyunun mücadeləsində, oyun gedişatı zamanı deyək ki, meydanın hər hansı bir hissəsində qayda pozuldu. Qaydanın pozulduğu yerdən sərbəst zərbələr yerinə yetiriləcək. 9 metrlik sərbəst atış xəttinə gəlməyəcək. Bəli, qayda harda pozulursa, qaydanın pozulduğu yerdən sərbəst atış xətti təyin ediləcək. Yəni qaydanın pozulduğu yerdən. Sərbəst atış nöqtəsində 9 metrlik sərbəst atışdan nə vaxt, hansı qaydalara uyğun olaraq sərbəst vuruşlar verilir? Deyək ki, qapı xətti ilə qırıq xəttin arasında bir qayda pozuldu. Bəli, sərbəst vuruşlar buradan atılacaq. Sərbəst vuruşlar, yəni 9 metrlik sərbəst atış xəttindən. Deyək ki, qapıçı meydançasının içərisində qayda pozuldu. Hücumda olan komandanın oyunçuları hücumda olarkən rəqib komandanın oyunçuları qapıçı meydançasına daxil oldu. Oyun saxlanılacaq, sərbəst vuruşla top oyuna daxil ediləcək. Adını çəkdiyim hallarda qaydanın pozulduğu olan vəziyyətlər göstərdiyimiz yerlərdən top oyuna daxil ediləcək. Bəli, qapı xətti ilə qırıq xəttin arasında olan qayda pozuntusunda top 9 metrlik sərbəst atışdan vurulacaq. Hücumda olan zaman rəqib komandanın oyunçuları qapıçı meydançasında görünərsə, hakim oyunu saxlayacaq. Hücumda olan komandanın xeyrinə sərbəst atış veriləcək. Müəllimlər, 3 saniyə qaydası harda tətbiq edilir? 3 saniyə qaydası. Topun oyuna mərkəzdən başlanmasında 3 saniyədən gec olmayaraq top oyuna başlanmalıdır. Yəni hakim fitindən sonra. Taimatdan qaydandan sonra 3 saniyə fit mütləqdir. 3 saniyədən gec olmayaraq oyun başlanmalıdır. 7 metrlik penaltı zərbələri zamanı hakim fiti veriləndən sonra 3 saniyədən gec olmayaraq top qapıya vurulmalıdır. 7 metrlik penaltı zərbələri zamanı bu xətti tapdamaq olmaz. Zərbəni yerinə yetirən oyuncu 1 metr arxadan da, yəni 8 metrlik məsafədən də topu oyuna, qapıya vura bilər.
Baxaq. 3 saniyə qaydaları dedik ki, 7 metrlik penaltı zərbələr zamanı, topun oyuna mərkəzdən başlayan zaman, sonra time-outdan oyuncular qayıdandan sonra digər hansı hallardadır? Deyək ki, oyuncu topu çiləyərək oyunu aparır və topu tutdu. Bilir ki, 3 addım atacaq və 3 saniyə qaydasına əməl etməlidir. Bu zaman 3 saniyə qaydası da burada keçərlidir. Müəllimlər, biz bayaq danışımızda dedik ki, istisna hallar var harda? İstisna hallar müəllimlər o zaman var ki, yəni hansı hallarda qapıcı meydançasında görünmək olar, bu qayda pozuntusu deyil. Deyək ki, A komandası hücumdadır. A komandası hücumda olan zaman A komandasının oyuncuları özlərinin qapıcı meydançasına daxil olublarsa, özləri üçün hər hansı bir üstünlük əldə etməmiş olublar da. Biz görürük ki, burada nəsə üstünlük əldə olunmuyor. Bu qayda pozuntusu deyil. Çünki A komandasının oyuncuları, komanda rəqibə qarşı hücum təşkil edib, digər oyuncular deyək ki, bir nəfər burada dayanır. Qapıcı meydançasında gəzir. Bu qayda pozuntusu deyil. Hansı halla? Yəni hücumda olan zaman hansı qapıya, hansı komandanın qapısına hücum olunursa, həmən hücum olunan qapıya rəqib komandanın oyuncuları və müdafiə olan komandanın oyuncuları və hücumda olan oyuncunun komanda yoldaşları qapıcı meydançasına daxil ola bilməz. Yəni hücumda olan oyuncunun komanda yoldaşı özlərinin qapıcı meydançasında dayana bilər. Hətta rəqib də gəlib burada dayana bilər. Bu qayda pozuntusu deyil. Çünki hücum əks tərəfədir də. Burada dayanmaqla nə kimi üstünlük əldə etmiş oluruq ki, heç bir üstünlük. Bu qaydalar zidd deyil. Sonra baxaq müəllimlər hansı qaydalara? Hücumda olan zaman topu atdıq, dəydi qapı dirəyinə, qapı tirinə qayıtdı, top meydandadırsa oyun davam edəcək. Bəli, bu qaydalara uyğundur. Sonra baxaq oyunculara verilən cəza haqqında danışaq. Oyuncu və komandaya cəza hakim tərəfindən necə verilir? Biz bilirik ki, oyunun qaydalarına zidd hərəkət edən oyuncuya hakim tərəfindən yalnız bir dəfə xəbərdarlıq edilir. Müəllimlər, bir dəfə xəbərdarlıq, yəni bir sarı kart verilir. Bir oyuncuya bir dəfədən artıq xəbərdarlıq edilmir. Olar ki, qarşımıza sual gələr ki, bir oyuncuya neçə dəfə xəbərdarlıq edilir? Bir oyuncuya hakim tərəfindən bir oyuncuya ən çox bir dəfə xəbərdarlıq edilir. Yəni bir dəfə xəbərdarlıq edildisə müəllimlər, artıq sarı kartı almış olub həmən oyuncu. Həmən oyuncu bir neçə dəqiqədən sonra yenidən oyunun qaydalarına zidd hərəkət etdi. Artıq hakim xəbərdarlıq etmədən həmən oyuncuya göstəriş verir ki, 2 dəqiqə oyundan kənarlaşsın. Bəli, 2 dəqiqə cəzası bitəndən sonra oyuna qayıdır. 2 dəqiqədən sonra yenidən oyunda həmən hərəkətlər qaydalara zidd hərəkət edir. Hakim bu zaman yenidən həmən oyuncunu 2 dəqiqə oyundan kənarlaşdırır. Oyuna qayıdır, 2 dəqiqəsi cəzası bitəndən sonra yenə təkrar oyuna qayıdır. Üçüncü dəfə bu həmən oyuncu bu xoşagəlməz hərəkətləri davam etdirirsə, artıq hakim bu zaman həmən oyuncuya qırmızı kart verəcək. Yəni hansı kartı verəcək? Qırmızı kartı verəcək. Yəni necə oldu? Hakim hər bir komandanın oyuncusuna yalnız bir dəfədən çox xəbərdarlıq etməz. Ən çox xəbərdarlıq bir oyuncuya maksimalını soruşsalar bir dəfədir. Xəbərdarlıq bir dəfə. Bir sarı kart bitdi. Həmən oyuncu təkrar oyun qaydalarına zidd hərəkət edirsə 2 dəqiqəlik kənarlaşdırılır. Müəllimlər, bir mənalı olaraq yadımızda saxlayaq ki, bir komandanın oyuncusu 2 dəqiqəlik cəzanı 3 dəfə alarsa oyundan kənarlaşacaq. Bir oyuncu 2 dəqiqəlik cəzanı hakim tərəfindən 3 dəfə oyundan kənarlaşırsa, yəni 2 dəqiqəlik cəzanı 3 dəfə alarsa bu zaman bir oyuncu oyundan kənarlaşacaq. Qırmızı kartla və sonradan təbii ki, mavi kart da veriləcək. Bəli, mavi kart da veriləcək. Mavi kart protokola qeyd edilən kartdır. Yəni inzibati xətalar deyilir buna. Yəni ki, həmən oyuncunun haqqında yazılır ki, ola bilsin bir neçə oyun bu oyuncu oyunda iştirak edə bilməsin. Yəni diskalifiyə edici kartdır. Bir oyun iştirak edə bilməz, daha növbəti görüşlərdə 2 oyun və s. neçə oyun artıq bu hakimlərin qərarından asılıdır. Biz dedik ki, bir komandanın bir oyuncusu oyunda 2 dəqiqəlik cəzanı 3 dəfə alarsa, oyundan kənarlaşacaq və bir dəfədən artıq oyuncuya xəbərdarlıq edilmir. Oyunda neçə kart var? Müəllimlər soruşsalar ki, handbol idman oyunda neçə kart var? Handbol idman oyunda 4 kart var. Hansı kartlardır müəllimlər? Baxın, sarı kartdır,
sarı kart, kırmızı kart, mavi kart ve yaşıl kart. Burada yaşıl kart, mavi kart budur. Mavi kart ve bir de yaşıl kart. Deməli, bilir ki, handbol idman oyununda 4 kartdan istifadə olunur. Sarı, qırmızı, mavi, yaşıl. Amma soruşulsa ki, handbol idman oyununda neçə cəza kartı var? Yaşıl kartı buradan çıxaraq 3 cəza kartı var. Çünki yaşıl kart timeout kartıdır. Sarı kart xəbərdarlıq kartıdır, oyuncusunu oyundan çıxarmaz. Qırmızı kart oyuncusunu oyundan çıxarar, mavi kart raporta yazılır. Yəni ki, diskalifiye edici kartdır. Biz bir oyuncu haqqında, cəza haqqında danışdıq. Komandanın cəza foul limiti neçədir? Müəllimlər, komandada 3-dür. Deyək ki, bir A komandasının oyuncuları ayrı-ayrılıqda. Deyək, bir oyuncusu bir xəbərdarlıq aldı. Bir neçə dəqiqədən sonra ikinci bir oyuncusu bir xəbərdarlıq, yəni sarı kart alır. Bir neçə dəqiqədən sonra bir komandanın üçüncü oyuncusu xəbərdarlıq alır. Gördük ki, ayrı-ayrılıqda xəbərdarlıq aldı. Artıq dördüncü oyuncusu qayda pozursa, xəbərdarlıq nədir? Deməli, oyunun qaydalarını zid hərəkət edirlər. Dördüncü bir oyuncusu qayda pozursa, müəllimlər, baxa, dördüncü bir oyuncu qayda pozuntusuna yol verirsə, artıq dördüncü oyuncu hakim tərəfindən 2 dəqiqəlik oyundan kənarlaşacaq. Xəbərdarlıq və sarı kart verilmədən. Artıq dördüncü də qayda pozursa, komandadan söhbət gedir, müəllimlər. Deməli, dördüncü oyundan heç bir xəbərdar sarı kart vermir, sadəcə olaraq hakim göstəriş verir ki, çöldə qal 2 dəqiqə. 2 dəqiqə cəzan bitəndən sonra qayıdarsan oyuna. Sonra, müəllimlər, baxaq hansı qaydalara. 7 metrlik penaltı zərbələri daha hansı hallarda olur? Buna da aydınlıq gətirək. Biz dedik ki, 7 metrlik penaltı zərbələri rəqib komandanın oyuncuları, müəllimlər, rəqib komandanın oyuncuları meydana daxil olar və rəsmi şəxslər meydana daxil olarsa, nə olacaq? Yəni ki, 100% qolun qarşısı kəsilib müdaxilə olursa, rəqib komandanın oyuncuları, rəsmi şəxsləri və kənar şəxslər meydana daxil olur. 100% qolun qarşısı kəsilib müdaxilə olursa, bu zaman oyun saxlanılacaq, 7 metrlik penaltı zərbəsi təyin ediləcək. Handbol idman oyununda bütün cərimə zərbələri 7 metrlik atış deməkdir. 7 metrlik penaltı zərbələri. Və yaxud da ki, hər hansı bir fitin səsi eşidilərsə, müdaxilə olarsa, fit səsi gələrsə, salonun işıqları keçərsə, sönərsə, bu zaman 7 metrlik penaltı zərbələri təyin ediləcək. Bu oyunda belə bir qaydalar var ki, müəllimlər, bu oyunda olan qaydalar hansılardır? Deməli, deyək ki, oyun vaxtından daha çox oynanılır. 61 dəqiqə, 62-ci dəqiqə oynanılır. Artıq masa hakimlərin fitindən sonra, masa hakimlərin saniyə ölçə və nəzarətçinin fitindən sonra 61-ci, 62-ci dəqiqədən sonra hər hansı bir oyun qaydası qeydə alınıbsa, qeydə alınmayacaq. Çünki hakimlər oyunun əsas hakimi, içəridə olan hakim olar ki, oyunun bitməsində deyək ki, fikri dağınıq olub, 61-ci dəqiqə gedir, yəni misal üçün ya 62-ci dəqiqə oyun gedir. Bu zaman masa hakimlərin fiti 61-ci və 62-ci dəqiqədə hər hansı bir qol olarsa, sərbəst atış verilərsə, cərimə zərbəsi verilərsə, yan xətt vuruşu olarsa, 60-cı dəqiqədən sonra, 1-ci və 2-ci dəqiqədə və s. Bu qaydalar qeydə alınmayacaq. Çünki oyunun vaxtı bitmiş hesab olunub. Handbol idman oyununda 4 hakim var. 2 meydan hakimi, 2 masa hakimi. Hər iki hakim də meydançada fit olur. 2 masa hakimi, saniyə ölçən və fit hakimi təbii ki, aydınlıq gətirir. Topun ağırlığı nə qədər olacaq? Müəllimlər, baxaq. Handbol idman oyununda istifadə olunan topun ağırlığı qadınlarda və kişilərdə. Qadınların istifadə etdiyi topun çəkisi 325-375 qramdır. Çevrəsi 54-56 santimetr. Kişilərin istifadə etdiyi topun çəkisi 425-475 qramdır. Çevrəsi 58-60 santimetr olacaq. Olar ki, burada qram dedim, üzrlü hesab edin. Yəni, qadınların istifadə etdiyi topun çəkisi 325-375 qram, çevrəsi 54-56. Kişilərin istifadə etdiyi topun çəkisi 425-475 qram, çevrəsi 58-60 santimetr olacaq. Müəllimlər, bu oyunda qalibə dedik ki, neçə xal verilir? Qalibə 3 xal, üzr istəyirəm, qalibə 2 xal verilir.
Məğluba 0 xal verilir, heç heçəyə 1 xal verilir. Dərsimizin sonuna gəldik. Sağ olun. Digər idman oyunları haqqında da izah veriləcək.